Salam izləyicilər, mən bugün sizlərə yeni videomuzda Azərbaycanca TOEFL türkcə iddia yazarkən, yəni yazmamışdan qabaq sizə kömək edə biləcək bir proqram göstərəcəm. Proqramda tanış olaq. Formatda girdikdən sonra bura B, I, P, BIP, P, E, K, K, N, G, Webpackage yazırıq və ilk önümüzə gələn Webpackage Tips yazan proqrama daxil olursunuz və bunu yükləyirsiniz. Bu proqram nədən ibarətdir? Biz bu proqramın sayəsində TOEFL və ya iddia yazılmamışdan öncə sizə necə yardım edəcək, onu göstərim. Bu proqram onu göstərir ki, yəni, məsələn, bugün Barcelona və ya Real Madrid oynayır. Onlara sizə nə şut ola biləcəyini göstərir. %90% olur. Məsələn, alt olacaq oyun, üst olacaq və yaxud qol və yaxud Real Madrid və yaxud Barcelona qələbələrini göstərəcək. Çox yaxşı, super bir proqramdır. Yenidir. Gözləyirik ki, proqram açılsın. Və bəli, açılıb. Bugünkü oyuna, məsəl üçün, burada Nantes PSG var. Görürük, PSG qələbə deyib. PSG qələbə qazandı. Məsələn, Newcastle Rotterdam, Newcastle qələbə dedi. Newcastle 4-0 məğlub etdi. Bax, məsələn, Azarkma Sparta Rotterdam. Bax, bu məsələn, Loseydə düz gəlməyib. Hələ çox da oyun, məsələn, burada var Civer Lamia. Yəni, Under, yəni oyun alt bitəcək. 2,5 Porsche. Hər bir şey var. Və bugünkü videomuz burada sona gəlir. Əgər bəyəndinizsə like atın.